Hər vaxtınız xeyir olsun. Düşənbədən informasiyaları ötürməyə davam edirik. Bəli, Azərbaycan prezidenti də artıq ikinci gündür ki, Tacikistandadır və bu dəfə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir. Qeyd eləməliyəm ki, məhdud tərkibdə keçirilir bu iclas və Azərbaycan liderinin ötürdüyü mesajlar var. Bir tərəfdən Laçınla bağlı mesajları diqqətə çatdırdı Dövlət Başçısı və MDB ölkələrinin liderlərinə təşəkkürünü bildirdi ki, məhz Laçının MDB ölkələrinin paytaxtı olması istiqamətində öz müsbət rəylərini təqdim ediblər. Və Azərbaycan lideri həmçinin də əlavə etdi ki, Laçın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında olub və artıq necə abad formaya gətirilib, elə MDB ölkələrinin liderləri də bunun canlı şəkildə şahidi oldular. Xüsusilə də iyunda keçirilən tədbiri xatırlatdı və paytaxtda elan edilməsi istiqamətində nüanslara diqqətə çatdırdı. Bununla yanaşı Azərbaycan prezidentinin verdiyi digər mesajlar da var idi. Bugün Azərbaycan və Tacikistan arasındakı əlaqələrin də inkişaf etdirilməsinə ehtiyac var. Onsuz da sürətli formada bu əlaqələr inkişaf etdirilir və elə səhər saatlarından etibarən Azərbaycan prezidentinin həmçinin Tacikistan lideri ilə də bilirik ki, müzakirəsi olub, qarşılıqlı əlaqələri müzakirəyə çıxarıblar, bir sıra məsələlərə toxunublar. Azərbaycan prezidenti elə bu tədbir çərçivəsində Tacikistan və Azərbaycan əlaqələrindən də danışdı. Dedi ki, bizim əlaqələrimiz qarşılıqlı dostluğa, eləcə də təbii ki, qonşuluğa da əsaslanır, daha doğrusu qardaşlığa da əsaslanır və bu səbəbdən də əlaqələrimizi növbəti mərhələdə də inkişaf etdirmək istəyirik. Bunun üçün lazımi addımları da atacağıq. Potensial da var. Azərbaycan və Tacikistan əlaqələri ilə yanaşı dövlət başçısının toxunduğu digər məsələlər də var idi. Ümumiyyətlə, Azərbaycan MDB Dövlət Başçıları Şurasının tədbirində bir sıra istiqamətlərlə təmsil olundu. Digər məsələləri də qeyd etməliyəm ki, ötən gündən etibarən ən çox danışılan istiqamət dövlət başçısının Rusiya lideri ilə görüşü idi ki, bu müstəvidə artıq o problemlərin həll olunduğunu biz izlədik. Bu səbəbdən də düşənbədə atmosfer daha yumşaqdır, daha fərqlidir. Verilən mesajlar da dostyana və qardaşyanadır. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan əlaqələrinə xüsusi diqqət ayırır və Mərkəzi Asiya ölkələrinin bir çoxu azad olunan ərazilərdə bərpa quruculuq işlərinə də cəlb edilir. Bu müstəvidə əlaqələrimiz həm də MDB daxilində davam eləyir və qeyd etməliyəm ki, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan da düşənbəyə gəlib MDB ölkələrinin liderləri çərçivəsində, yəni samiti çərçivəsində onun da görüşü olub. Xüsusilə də qeyd eləməliyəm ki, Tacikistan prezidenti ilə bəzi məsələləri danışıblar. Azərbaycan prezidentinin Tacikistan səfəri ilə bağlı təqdim etmək istədiyim məlumatlar bunlardan ibarətdir. Sözü xəbər mərkəzinə ötürürəm.